O konjunkturanın bir məsələsi odur, o Sovet ədəbiyyatı ilə bağlıdır. Bu gün Azərbaycanın orta yaşlı məsələn oxucuları Sovet ədəbiyyatı haqqında danışanda onları daha çox böyük bilir və deyir ki, bunlar dünyaya çıxmışlar. Amma dünyaya çıxmaq nə idi onlarda? Pəncərə Moskvadaydı, müəyyən dillərə çap olunurdu və yüksək tirajla çıxırdı və müstəqillik qazandı. Məlum oldu ki, bunlar da əslində konjunktura imiş və yox imiş. Niyə bu gün bəhbəhlə həmin bayaq elə o tənqidə toxunduq da. Məsələn, mən hansısa bir xalq yazısı haqqında, əsər haqqında yazanda, tutaq ki, mən Elçinin əsərləri haqqında yazmışdım, hekayələr haqqında yazmışdım. Mənim tənqidimə qarşı əlavə bir, belə deyək də, necə deyim bunu ki, bu çıxmasın. Lori desəm söz bu idi ki, səni kim örgədir? Sən niyə bunu yazırsan? Bu artıq nədir? Bu prosesin də qarşısını almaqdır da. Məsələn, bu gün komplo teoriləri qurulur. Bu gün məsələn tənqidçilər deyirsiniz də. Məsələn, müəyyən tənqidçilərimiz var, adlarını da seçmək olar. Tutaq ki, məsələn, Əsəd Cahangir var, Cavanşir Yusifli var. Bu tənqidçilərin içində elə tənqidçilər var ki, o kimdənsə tərifli təhlil yazanda bilirsən ki, burada da hər hansısa bir marağı var. Tənqid də yazanda bilirsən ki, hər hansısa bir marağı var. Və bu maraqlar hamısı pisə işləyir. Ziyanı ümumi ziyanlıdır. Gəlin, görək tələbələrdən kimin sualı var? Nigar Həziyeva, Bakı Dövlət Universiteti Filologiya Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Mövzu ədəbi tənqidə gəlmişkən, məsələn, mən Orxan Safarinin Facebookda yazdığı bəzi şair yazıçılar və əsərlər haqqında tənqidləri oxuyuram və bəyəndiyim çoxdur. Sualım budur ki, niyə digər yazıçıların da yaradıcılığında biz ədəbi tənqid görmürük? Niyə ədəbi tənqidimiz bu qədər zəif inkişaf edir? Əgər söhbət gənclərdən gedirsə, gənc müəlliflər niyə tənqid eləmirlər? Burada müxtəlif səbəblər var. Əvvəla qorxu səbəbi var, əvvəla konjunktura məsələsi var. Tutaq ki, mən bu sualı bir yazıçı dostuma verdim ki, niyə götürüb Elçin Selimbəylinin əsərlərini tənqid eləyə bilmirsən? Ad olaraq da belə dedim. Çünki mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm və onunla münasibətim var. Bu münasibətlərimizə xələl gətirə bilər. Onu kim dedi? Bir gənc müəllif. Adın dedi, adın dedi. Nadir Yalçın. Nadir Yalçın. Belə dedim, mən onu başa düşdüm. Məsələn, o münasibəti tutaq ki, daha üstün tutmuşdu, burada heç bir problem yoxdur. Amma məsələ mənim özümə gəlirsə, mənim üçün ədəbiyyatda bu məsələlərin bayaq Şərim müəllim demişkən, heç bir dostluğu, yoldaşlığı, qohumçuluğu yoxdur. Mən görürəmsə, eləyirəm və yaxud da məni də görürlər, tənqid edirlər və bu belə hesablanmamalıdır. Bizim elə bayaq dediyimiz məsələ də o idi ki, ədəbi tənqid üçün heç bir stimul da yoxdur. Məsələn, tənqidçi də oturur, mən sadəcə bunları bayaq dediyim kimi əyləncə olaraq eləyirəm. Mən buradan pul qazanmıram, burada mənim hər hansısa bir dövlət sifarişi və yaxud da fərdi sifarişi yoxdur və belə deyək, mən məsəl üçün heç kim haqqında tərif yazmamışam da. Bunu bəzən deyirlər ki, niyə belə qərəzlisən? Bunu eləməyim şeyim də olur. Niyə yazmamısan? Bəyəndiyim olmayıb ki, yazmamışam da. Orada indiyənə qədər sənin bəyəndiyin bir yazı mənim yazdıqlarım, yəni adətən xalq şairi və xalq yazıçılar olur. Bu gün tanınan tutaq ki, əməkdar mədəniyyət xadimləri var ki, bunlardır. Onların arasında mənim bəyəndiyim ümumiyyətlə bir yazıçı yoxdur. Ortabab yazıçılar var.